5 fevral 2026-cı il tarixində qəhrəman Rahib Məmmədovun 39-cu il dönümü münasibəti ilə Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi və qəhrəmanın adını daşıyan Mahrazlı kənd tam orta məktəbində Qəhrəmanlar Unudulmaz adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, veteran döyüşçülər, Ağdam Hərbi Komissarlığının nümayəndəsi, Ağdam rayon icra hakimiyyəti yanında şəhid ailələri, qazilərlə işbirliyinin sədri Samir müəllim də iştirak etmişdir. Salam əziz qonaqlar, əziz müəllimlər və şagirdlər. İndi isə Qəhrəmanlar Unudulmur adlı tədbirimizi açıq elan edirik. İndi isə 30 illik vətən əsrətinə son qoyan və bizə zəfəri, qələbəni yaşadan igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutuna yad edək.
Sən şəhidlərimizin məqamını uca eləsin. Bəli, indi isə Rahim Məmmədoğlu anı günündə həsr olunmuş Qəhrəmanlar Unudulmur adlı tədbirimizə başlayır. Və başlamamışdan öncə mən istərdim səhnəyə aparıcımız məktəbin 10-cu sinif şagirdi Elnaz qızımızı dəvət edir. Buyurun. Deyirlər həyatda, qəhrəmanlar üçün həmişə yer var. Bu yerin sahibi olmaq istər, ancaq ölümün gözünə dik baxmaq bacaranlar nəsib olur. Qəhrəmanlıq zirvəsini ucalmaq, el olunuz, sıravi əskər, Rahim Bilmaloğlu Məmmədoğlu'nda taleyini əldə etdi. O Gürcistan Respublikası, Ober rayonunun Çaladidi kəndindən təbii fəlakət zamanı ölüm qoxuyan Riyodi çayının sularına meydan oxuyaraq ölümünü 28 nəfərin ömrünə caladı. Həyatı nəqliyyatı sınandan anlatıcı üzə çıxaraq əbədi yaşama haqqı qazandı. 20 yaşlı qəhrəmana döndü. Vətən borcu, dilim dilim, şöyle şöyle, kükrəyən səs, coşan səs, vətən borcu, ən his, müqəddəs, vətən borcu, ölümsüzlük, əbədiyyət həyatdır, vətən borcu, məstəkandır, ana haqqı həyatda. Bu haqq üçün, bu and üçün, alovlara atıldın sən rahibim, əbədiyyət ışığına göz yumsan da, könüllərdə heykəlləşib, sən ucaldın rahibim. Çıxış üçün söz verdi məktəbin direktoru Cəmil İbrahimovi. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, fəxr və qürur mənbəyi olan şəhidlərimizin dəyərli valideynləri və hörmətli qazilərimiz, Sahib müəllim və rayon ictimaiyyətinin nümayəndələri. Hər birinizi məktəb kollektivi adına salamlayıb, məktəbimizə xoş gəlmişsiniz deyib. Bugün, yəni 5 fevral 2026-cı il tarixdə toplaşmamızın məqsədi, məramı hər birinizə bəllidir. Bugün Mahnızlı kəndinin qəhrəmanoğlu, Rahim Gülmalıoğlu Məmmədoğlu vətən torpağına əmanət edildiyi gündür. Bu səbəbdən Sahib müəllimə və onun ailə üzvlərinə dərin üzrlə başsağlığı verirəm, qəhrəmanımızın ruhuna ehtiramımızı bildirirəm. Bildiyiniz kimi, Rahim Məmmədov 1987-ci ildə Gürcistanda hərbi xidmətdə olarkən öz həyatını heçə sayaraq təbii fəlakətdə 28 nəfərin həyatını xilas etmiş, tarixdə misli görülməyən, analogu olmayan insanpərvərlik və humanistlik nümunəsi göstərmişdir. Və iki xalqın, Gürcü və Azərbaycan xalqının dostluq simvoluna çevrilmişdir. Üzərindən 39 il keçməsinə baxmayaraq, hər iki xalq bugün də Rahim Məmmədovu böyük ehtiramla anır, xatirəsini əziz tuturlar. Məktəbin pedaqoji kollektivi fəaliyyətinin gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində, milli kimliyinin formalaşmasında, bir şəxsiyyət kimi formalaşmasında rolu tanınması, bunu həm bir insan kimi, həm bir pedaqog kimi öz təcrübəmdən bilirəm. Rahim Məmmədov həlak olanda biz Ağdam şəhər 6 nömrəli məktəbin 3-cü sinif şagirdiydik və onda da hələ informasiyanın bu qədər geniş olmadığı, yalnız qəzetdən, televiziyadan və jurnallardan aldığımız bir dövrdə beləcə məktəb klubu adlanan zalımızda bir toplantı keçirildi və ilk məlumatı elə məktəbdən aldı. Sonra isə evlərdə, o zaman çünki heyrət doğrucu bir hadisə idi, ancaq mövzu Rahim Məmmədovun qəhrəmanlığına idi. Və 30 ildən sonra heç vaxt təxmin etməzdim, heç ağlıma belə gətirməzdim ki, mən onun doğduğu boya başa çatdığı kəndə və adını daşıdığı məktəbdə fəaliyyət göstərərəm. Bir məktəb kollektivi olaraq biz həmişə tədbirlərimizə həm Rahim Məmmədov, həm də onun kimi misli görünməyən birliklər göstərin qəhrəmanlarımızın xatirəsinə həs qoymuş tədbirlərə xüsusi yer veririk və gənc nəslə vətənpərvərlik, milli ruh, Azərbaycançılıq izlərini aşılamağa çalışır. Allah həm Rahim Məmmədova, həm də bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə sizə can sağlığı. Çox sağ olun. Şəhidlər ölməzlərdir, ölməzə ağlamazlar.
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir. Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər unudulmaz, şəhidlər ölməzlər, şəhidlər ölməzlər, ölməzə ağlamazlar. Şəhidlər vətəndaşı, yurdumun vətəndaşıdır. Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlər unudulmur, ölmür, can da ağlamazlar. Şəhidlər ölməzlər, ölməzə ağlamazlar. Şəhidlər ana yurdu, tutdular candan baha. Şəhidlər yol açdı, qaranlıqdan sabaha. Şəhidlər ölməz ruhla, gedir üzə Allaha. Şəhidlər gedən yolu, tufanlar bağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzə ağlamazlar. Çıxış üçün söz verilir şəhid atası, şəhid qardaşı Qazi Görşov Mehmanı. Vaxtınız yer olsun. Mən də öz növbəmdə Yaşlar kollektivi müəllimləri, tələbələri salamlayıram. Allah sizin zihninizi açıq etsin, sizə qüvvə versin. Hamınız oxuyun. Vətən üçün yaralı evlatlar olun. Ailəmiz üçün yaralı evlatlar olun. Allah atancanında can sağlığı versin. Müəllimlərimizə can sağlığı versin. Müəllimlər tələbələrin belə bir günü qarşısında müəllimlərin yanında. Onlar da tələbələrin tərbiyəli olmasında, vətənpərvər olmasında çox böyük rol otururlar. Mən də müəllimlərə minnətdarlıq bildirirəm. Rahim qardaşımız Azərbaycan xalqının qəhrəmanı oldu. Bizim Birinci Qarabağ müharibəsi başlamadan öncə Azərbaycan xalqının necə bir qəhrəman, bir igid, bir insancıl olduğunu, insansevər olduğunu bütün keçmiş Sovet Respublikalar arasında təbliğ edib. O, öz həyatından keçərək Gürcüstanda 28 nəfər qadının uşağı qocanı ölümü canlarından almışdır. Rahim qardaşımı mən öz evladım kimi şəhid hesab edirəm. Çünki o, insanlıq uğrunda şəhid olur. Həyatını məhv edib, həyatı yaranır. O da atası, anası, bizim kimi əziyyət seçir, zulüm çəkir, zəhs seçir. Çünki Allah heç kimə zaman evlatlar göstərməsin. Dünyada mən abidət tutmalar əldir. Onu da madələr əziyyət seçir, faizsi qardaş əziyyət seçir. O da bizim Azərbaycan xalqının bizə bir ikid qorxmaz. Bir insancı, insansızda millət olduğunu göstərir. Bəyan edir, bütün Gürcüstanlar, bütün keçmiş Sovet Respublikalar arasında bizim xalqımızı tanıdırlar. Ben onun qardaşına, atasına, onun ailəsinə, ata səbəblər edirəm. Mən çox sevinirəm ki, bizim də bir qəhrəman evladımız var. O da bizim evladımızdır. O da zaman yaşda həlak olur, 20 yaşında. Bizim də şəhər ailəsinə ailələr var ki, evlatlar var ki, onlar 20 yaşında şəhid olur, zaman şəhid olur. Mən də başta sahib qardaşım olmaqla o yükü komisyonlar sahib qardaşım və şəhid ailələrində səbir edilər. Allah sizin hamınıza səbir edilsin. Sizin evlatlarınız qeyrət, namus, vətən olur, şəhid olur. Başımızı üzərlər. 5-ci nəsildə 10 nəfərdə bilir, məsələn, 7-ci nəsildə hörmət edirlər. Anəvət təbiyyəti məsələn, məmadəniz istəmir. Bizi sağ ölçməyirlər, bizə nəyə otururlar. Bizim bağımızın onlar üçün əziyyətini başa düşürlər, çəkdiyi əziyyəti. Çünki bizim bütün şəhətləri bozulur, hamımız. Onların sağlığına azad bərabər yaşayır. Mən özüm də bu çətədə döyüş olmuşam, 7-8 il mən hərbi hissədə. Bu Qaradağlı kəndində, Mahlı kəndində. Burada o vaxtı vəziyyət çox acınazaqlı idi. Ermənicilər eləmişdi bu çəlik postuna, Qaradağlı, Köşət Bey'ə. Şuralar ki, bugün gündə bizim evlatlarımız, məhvur düşmanımızı köhüdür, aparıb döyüşü keçdi, Laçında keçid oldu, Gəldəcədə olmaz. Bunlar düşmanın sözlə yaşamasına məcbur etdi, məcbur etdi. 4 ildə
erməni birinin aldığı ərazilər, torpaqları, bunlar cəmsi 44 gündə azad edildi. Bir gündə antiterror əməliyyatında YDG rolunda. Allah İbrahim qardaşımıza rəhmət eləsin, başda şəhərlərində olmaqla. Hamıza səbir diləyərək, çox sağ olun. Rahibin adı Gürcü Azəri Dostluq Salnaməsinə qızıl xətlə yazıldı. Cəsurluq, ölməzlik simvoluna çevrildi. Azərbaycan doğma Qarabağımızı dünyaya tanıtmaq günləri ilə o torpağımız uğrunda şəhid olan oğullar sırasında durdu. Qarabağ Məhdid dastanının yeni qəhrəmanlı adını qazandı. Çıxış üçün söz verilir şəhid ailələr və qazilərin işinin təşkili müdiri Samir müəllim. Salamlayıram hər kəsi. Sizlərlə qərarlanma təqdim çox xoşdur. Tapın nazırlığına uşaqlar Avropaya da sizlərlə olmasın. Uşaqlar, keçin əyləşin. İçəri keçin, əyləşin. Bugün fürsət yaranmışkən bu tədbiri təşkilinə görə məktəb tabirliyinə, Sahib müəllimə, öz dərin minnətlərimi bildirirəm. Burada əməyə keçən hər kəsə. Bugün burada olan məktəbləri görüb çıxışımı müəyyən bir mövzuda oxumaq istəyirəm. Çünki içəri şükürlər olsun ki, çox yaxşı istidir. Burada gələcəyimiz olan əksəriyyət məktəblərdə bir çox mövzulara toxunmaq istəyirəm. Qısaca olaraq Rahib Məmmədov 19 yaşında klasçı oldu. 19 yaşında 39 il, təxminən 40 ilə yaxın bundan öncə hansı ki, indiki kimi belə deyək, informasiyanın ötürülməsi çox çətin olsa da, həmin dövrdə bilirsiniz, nə mobil şəbəkələr var idi, telefonlar o qədər inkişaf eləməmişdi. Amma onun o qəhrəmanlığı 1000 kilometrlərlə uzaqda olsa da belə, amma Ağdamın hansı ki, bir kəndi olan Ağdamlı kəndinə gəlib çatmışdır. Və 28 nəfərin həyatını xilas etdiyinə görə, hərbi xidmət borcunu yerinə edirən zaman qəhrəman başına şəhid oldu. Və şükürlər olsun ki, Qəzəgölən Türkistan xalqı da onun hansı ki, həmin kənddə onun adına küsə verilmişdir, üstü qoyulmuşdur. Bakı şəhəri Mətənqari rayonunda bizim qəhrəmanımızın adına demək olar ki, küçə var və bu hal-hazırda bu olduğumuz məqsəd də bizim qəhrəmanımızın adını daşıyır. Və mən Sahib müəllimə dərin minnətdarlığımı bildirirəm ki, o da bir qəhrəman qardaş kimi, özü də bir döyüşçü kimi həmişə bizim bu tədbirlərimizdə yaxından iştirak edir və vətənpərvərliyi təbliğ edir. Vətənpərvərliyi təbliğ eləməyin özü döyüşmək qədər bir olar ki, çətindir. Mən görə özləri tutmaq istəyirəm. Deməli, heç bir insan demək olar ki, vətənpərvər ola bilər o, həmin şəxs hər hansı bir yerdə işləsin, hər hansı bir tür pulu qazansın, ancaq onun daxilində olan vətənpərvərlik, onun daxilində olan belə deyək, vətən sevgisi onun canından, damarından, canından gəlir. Yəni o bir, belə deyək, onun içində olması üçün hər hansı bir universitet bitirməyə, hər hansı bir, belə deyək, haradasa onu əldə eləmək olunur. Düşünün, 40 il bundan öncə bu kənddə böyüyüb boya başa çatıb, hansı ki, bizlər kimi bir insan və buradan hərbi xidmətə yollanır və orada o sel daşqınları zamanı öz həyatını riskə ataraq, belə deyək, bu insanların həyatını xilas edir. Deməli, əziz insanlar, baxın, təxminən bir ay bundan öncə siz sosial şəbəkələrdə izlədiniz. Bizim hansı ki, Şuşa şəhər icra hakimiyyətinin partisi olmuş Gözəlov, Şahid Gözəlovun oğlu, Müşfiq Gözəlov, o şəhərlə maşınla hərəkət edən zaman bir uşağın həyatını anında da orada qərar qəbul edir və o uşağın həyatını xilas edir. Və bunun özü bir qəhrəmanlıqdır. Təsəvvür edirsiniz, yəni o qəhrəman olmaq üçün həmişə vurğulayır, amma qəhrəman olmaq üçün əziz uşaqlar. Qəhrəman, bir neçə bitirdikdən sonra yeni bir həyata adımlayacağız və belə deyil, vətənpərvər olmaq üçün, yəni 700 bal yığıb, 600 bal yığıb ailədə bir qəbul olmaq şərt deyil. Vətənpərvər olmaq üçün sən ilk öncə evdə anaya, ataya hörmət, küçədə, yaşadığın kətdə, böyüklərə hörmət. Sən onu bəsləyirsənsə, sən hər hansı peşənin sahibi olursansa, sən demək olar ki, layiqli vətəndaş olacaqsın. Baxın, yəni ola bilər sənin palonunla, içində palonlar olsun, belə deyil, yaxanda xalçıq olsun, hər hansı bir vəzifə sahibi olasan. Ancaq sənin əsas olan içində daxilində olan keyfiyyət
Yəni, bu bizim ən belə vazir missiyamızdır. Siz bu günləri yox, sabah qoyaraq, sabah qurcanaraq, bu qətiyyən eləmək olmaz. Bu yaxınlarda mənim öz xalam qızı da məktəb direktorudur, Bakıda. Onun şagirdləri fənn olimpiadasına keçiblər, o uşaqların şəklini paylaşır. Və həmin məktəbdə mənim başqa bir xalam mənəsi oxuyur, amma o biraz oxuymayan uşaqlar müəyyən bir hadisələr bırakmışdır, polisə düşmüşdür. Mən ona həmin səs vasitəsilə səs attım ki, görürsünüz, yəni onu paylaşırsan, dedim, bax, o cinayətçilərdə də öz bacımdır da xalam qızım. Ona dedim ki, müəllimə, bax, sənin də payına var. Sən görsən cinayətçiləri paylaşırsan. Yəni, uşaqlar, bu nəyə görə sizə çatdırmaq istəyirəm? Siz güclü olmalısınız, yaxşı olmalısınız, siz daha çox istəsinlər, hamı sizdən fərq edəsin. Yəni, sən bu günlərin boş-boş gəzdinsə, getdin, hər hansı bir cinayət törətdinsə, demək olar ki, heç sənə yaxın durmayacaq, heç səni çox istəməyəcək. Yəni, vətəni sevmək üçün ilk öncə təhsil lazımdır, vətəni sevmək üçün idmançı olmalısan, vətəni sevməyin başlıca səbəbi oradan qaynaqlanır ki, həmişə evdə anasını, atasını sevməyən insan heç bir zaman o adam vətən uğrunda şəhid ola bilməz. Yəni, bunun üçün ilk öncə ananı, atanı sevmək lazımdır, böyükləri bölmək lazımdır. Və bunu eləyən hər bir Azərbaycan gəncini mən düşünürəm ki, o hərbi xidmətdə də olan zaman və yaxud da onun qəhrəman olmalı üçün şəhid olmalı lazım deyil. Və biz daim vətəni sevəcəkdir. Məsəl üçün, o gün bu yaxınlarda bir tədbirdə bir adam çıxış eləmişdi, Səfərbölçə German müəllimi olmamışdı onu. Dedi, sən vətəni tanıt, onsuz da onu uşaq özü sevəcək. Biz vətəni tanıtmalıyıq, böyüklər olaraq vətəni həqiqətən də bu məktəbdə təhsil alıb, ali məktəbə girməmək mümkün deyil. Bu cür məktəbdə, çünki burada əyləşən şəhər atalarımız, tədbir iştirakçıları həqiqətən də çox çətinliklə oxuyurlar. Hansı ki, məktəbdə şərait olmuyor, istili sistemi olmuyor. Yəni, biz xalq olaraq, dövlət olaraq o günləri yaşamışıq. Amma şükürlər olsun ki, bu günlərin bizim yəni Cənab-ı Başqamandan başqa olmaqla bütün xalqımızın əməyi var. Biz insanlar bunu dəmir yumuşuq, bunu birləşdik və bu məktəblər, bu şəhərlər hamısı xalqımızın qüvvəsidir. Və vahid komandanlıq olduğundan, güclü lider olduğundan ərsəyə gəlir. Mən daha çox sonra qısada olaraq olmaq istəyirəm ki, Rahib Məmmədov necə ki Ağdamın, necə ki Manızlı kəndini tanıdır, öz qəhrəmanlığını. Və burada əyləşən şagirdlərdən əminəm ki, onlar ali məktəbə qəbul olacaq və vaxt gələcək ki, onlar Şuşada və yaxud da Ağdamda, Qarabağ Universitetində müəllim işləyən zaman, hər hansı bir orada tikilən böyük idarələrin birinin rəhbəri olan zaman, onlar da fərq edilmə deyəcəklər ki, mən Rahib Məmmədov adına olan məktəbin şagirdi olmuşum. Orta məktəb elə bir yerdir ki, sən dünyanın arasına gedirsən ki, o məktəb daim sənin xatirindədir, daim sənin orada olan keçdiyin o gündə həmişə sənin yaddaşında olur. Rahib Məmmədov adına orta məktəbin özündə bir məsuliyyət var. Çünki qəhrəman şəhidin adını daşıyır. Və burada siz daim, belə deyim, müəllimlərin göstərişlərini daim yerinə yetirməlisiniz. Və küçə ilə gedərkən hər bir canlını sevmək lazımdır. Yəni, istər bitki olsun, istər hər kəs, yəni o ağacları qorumaq olsun, ətrafı çirklənmədən qorumaq olsun. Yəni, bu işlərin hər biri cəmləşən şagird, vətəndaş, həqiqətən də vətənpərvərdir. Və mən bilirəm ki, artıq vətən müharibəsindən 6 ilə yaxın vaxt keçir, amma buna baxmayaraq biz bütün tədbirlər, hansı ki, şəhid atalarımızın, şəhid analarımızın o övlad itkisi ilə bağlı həmişə qürurla fəxr edirlər, amma o itki ilə barışmırlar. Amma bu gün onların içində bir fəxrdir. Onlar qürurla deyirlər ki, onların övladları bu torpağı azad edirlər. Bu torpaqları azad ediblər ki, burada bu zalda əyləşən uşaqlar yaxşı olsunlar, təhsil alsınlar, onlar həmin o göz bəbəyi kimi qorsunlar. Onlar şəhid olmadılar ki, kimsə Azərbaycan gəncliyi 200 ilə maşın sürüsü geçsin, qəza verməsin. Onlar şəhid olmadılar ki, yerdə qalan sizlər, bizlər bizə aid olmayan, bizə yaraşmayan hər hansı sosial şəbəkədə vaxtımızı keçirək. Onlar şəhid olmadılar ki, sən hər hansı bir ətrafı çirkləndirəsən. Onlar şəhid olmadılar ki, biz belə deyək, əsl Azərbaycan
Azərbaycan məktəblisinə yaraşmayan hərəkətlər edir. Onlar şəhid oldular ki, onlar öz canlarını qurban etdilər ki, bax sizdə belə isti yerdə təhsil alasınız. Və həmin o işğaldan azad olunmuş torpaqları qurub yaradasınız. Orada biriniz memar kimi, biriniz mühəndis kimi, biriniz müəllim kimi, biriniz bir məmur kimi işləyəsiniz. Yəni, çox sizi də yükləmək istəmirəm, amma asan şeylərdən qaçın. Asan şeyləri hər kəs bacarır. Yəni, insanın fərqi olmalı. Fərqin yoxsa, demək sən də yoxsa. Səni fərqləndirən xüsusiyyətləri ortaya çıxartmaz. Elminlə, savadınla, dünya görüşünüzlə. Ola bilər bu günlərdə siz xırda belə deyək, kənddə, balaca bir kənddə yaşayırsınız, amma orada olan o böyük insan, yəni içinizdə olan o böyük şəxsiyyəti formalaşdırmalısınız. Və dünyanın liderlərinin həyatlarını oxusaz, görəsiniz ki, hər bir kəs, Allah rəhmət eləsin, Ulu Öndər Naxçıvanın bir kəndindən fəhlə ailəsindən doğulmuşdur. Baxın, görün, o hansı yolu keçdi, hansı həyat tərzini keçdi, gəldi və bir məşhur dünya siyasətçisi oldu. Ölkəni qurdu. Yəni, ölkəni, belə də 71 il əsarət altında olan ölkəni qurdu, o belə çıxardı. Yəni, bunun özündə də, sizin kəndinizdə də mən əminəm ki, həqiqətən də tanınmış, tarix şəxsiyyətlər var və biz onların hər bir nümunə kimi özümüzdə formalaşdırır və mən əminəm ki, Rahib Məmmədovun xalq-hazırda ruhu şaddır, onun valideynlərinin ruhu şaddır. Çünki onun adını daşıyan məktəbdə gözəl Azərbaycan gəncliyi yetişir. Onun məktəbində yeni Rahib Məmmədovlar formalaşır və burada olan uşaqların hər biri mən bilirəm ki, gələcəyin Azərbaycan əsərdir və onlar həqiqətən də Rahib Məmmədov üçün qəhrəman olacaqlar. Və mən bu düzəni qurduğuna görə, yaratdığına görə Cənab Ali Başkanlıqdan özlərin minnətdarlığını ödəyir Azərbaycan vətəndaşı kimi və bu məktəbi qoruyub saxladığına görə məktəbin tarixi, pedagojik heyətinə özlərin minnətdarlığını ödəyir. Sahib müəllimə öz minnətdarlığını ödəyir çox qəhrəman qardaşlarının həqiqətən də onlarla yaraşan şəkillər təbliğ edir və biz onun adına olan böyük şəhər muzeyinin tamamı tədbirləri keçirilir. Sözü olaraq sonda onu vurulamaq istəyirəm ki, və təbliğat həm müasir bir soyuq islahdır. Bu gün ola bilər məndə olan bir hər hansı məlumatda əgər paylaşmamsa böyük, yəni bunun böyük bir isə demək olar ki, o gərəkli yetişməz. Təbliğat ondan ibarət sizlə belə təbliğat keçirmək. Küçəklə gidərsən, şəhid atasını görürsə ona bir yaxınlaşıb halına əhvalan soruşmağın özü o təbliğat. Biz restoranda görürsən, bir yaxınlaşırsansa, onun halına əhvalan soruşsansa, bu gözəl bir şey. Sizin kəndin girişində şəhidlərimizin abidəsi var. Siz onun yanına keçən zaman, əgər həqiqətən də bir dərciliyi onlara xatırlayırsansa, demək ki, bunun özü böyük şey. Yoxsa ki, yəni o yüksək sürətlə gəlib bu vaxtlarlar maşından olmaq olmaz. Yoxsa orada olan bayrağı gözləmək lazım deyək ki, sahib mənim dəyişsin və yaxud da məktəb direktoru dəyişsin. Evdə gəldi, atana dəyərlərsə ki, ata, bizim məktəbin yanındakı bayrağın rəngi solmuşdur. Onu səndən xahiş edən dəyişir. Yoxsa onun çəkib paylaşmaq olmaz. Çünki onu düşmən görür. Yəni, bir-birimizin açığını bağlamalıyıq, bir-birimizin daim yanında olmalı. Və mən əminəm ki, bu sırada əyləşən məktəblər zaman gələcək hər biri həqiqətən bizim tərbimiz olacaqlar, biz onların hər birinə tərb edəcək. Necə ki, Rahib Məmmədovuna tərb edəcək. Çox sağ olun, minnətdarlığını ödəyir. Və gün o gün olsun ki, bu məktəbin getirilməsi inşallah Ağdamda olan məktəblərin ailəsili kimi direktor olsunlar və biz də orada Rahib Məmmədovla bağlı tədbirlərimizi keçirik. Hər birimiz özlərinin minnətdarlığını bildirirlər və mən belə bilirəm ki, burada olan cür balalar bizim qəhrəmanımıza yaraşan şəkildə təhsilləri davam etdirəcəklər. Çox sağ olun. Mərd itiklər, ad qazanır özünə, hünəri ilə tarix yazır, hamı düşür izinə. Hər kəs doğma əziz bilir şəhidləri özünə. Kəndimin çox ikitləri, qəhrəman tək ad alır. Qəhrəmanlıq yolun kəndi itdə və rahib salır. Qismət gəldi ayrı düşdü obasından, elindən. Hünəri ilə ad qazandı, çəkinmədi ölümdən. Neçə insan məzəkliyi coşan sayəsi elindən. Adı neçə ölkələrdə çox şərəflə uzanır. Qəhrəmanlıq yolun kəndi itdə və rahib salır. Təkcə bizim millətdə deyil, qeyrət, namus, ar, vicdan, təkcə bizim millətdə
millətlədir keçməyi şirin candan. Deyir adı ucu olsun, yaşasın Azərbaycan. Hünəri ilə elm adın bütün dünyaya yayıb. Qəhrəmanlıq şounu kəndə ilk rahib yayıb. Vətən səni dar günündə sınadı, xilas etdi neçə insanı. Ən böyük şöhrətdir igidlik adı, o adı qanınla yazdırdın rahib. 59 yaşındır, tamamdır bugün, sən isə bu yaşın çox azın gördün. Cəmi 20 il bir ömür sürdün, bu yaşda çox böyük ad aldın rahib. 20 yaşında köçdük dünyadan, qismətini belə yazmış yaradan, doğulanda 2 doğdun anadan, adını çəkənlər igid tək çəkir, Ağdamın qeyrətli, oğlusan rahib, keçdi 39 il atanından, səni çıxarmadı kimsə yadından, ad qoyulur körpələrə adından, adın qəhrəman tək dünyanı gəzir, Ağdamın qeyrətli, oğlusan rahib, varmış damarında şiliç qanı, onun üçün sən oldun, qeyrət qurbanı. Xilas etdi neçə insanı, Ağdamın qeyrətli, oğlusan rahib. Üzüldü hər yandan, sonunda əlin, yumuldu əbədi nəmli gözlərin, qaldı ürəyində neçə sözlərin, ölümün hər kəsin qəlbini bildir, Ağdamın qeyrətli, oğlusan rahib. Gürcüstanda çoxdur sənin hörmətin, unudulmaz heç vaxt şanın, şöhrətin, yaşamadın, qorxu hissini görmədin, mərdliyin hər kəsin yadında qalır, Ağdamın qeyrətli, oğlusan rahib. Ayən oğlum rahib qardaş, yandı bağrım nələr deyim, ətəyindən qopsa bir dar, dilsiz dalda mələr deyim, ayrı düşüb sinəsindən, niyə dağlara dağ çəkdin, bir el qızına axsən, hələ könül verəcəkdin, getdin el uğur dilədin, oğul uğurun ötürülməz, sellər səni qərq elədi, sular bu qanı götürməz, bəzən ən saf duyğuları heç bir adla ötmək olmur, bəzən adi bir istəkdən dönmək olmur, keçmək olmur, sənsə keçdin həyatından, 20 yaş bəsim dedin, kömək uman körpələrə, yetsin barı səsim dedin, usandırmadı, yormadı, arzular, xəyallar sənim, aydınlığa çıxartmadı, üst tutduğun sular səni, qəlbində dağların heyi, sel önündə dağ olurdun, boğduqca Riyon çayı, sən təzədən doğulurdun, həyatını boş sanırdın, insanlığa gərək kimi, sən mərdliyə inanırdın, hava kimi, çörək kimi, həyat ölüm sirli yoldur, hərə bir cür eləyir qərb, Gürcüstanda heyrət oldu, Qarabağda bitən qeyrət, böyüklərinlə böldün, balalarınla öyündü, sən ağlama Qarabağ, sanma ki ölüb igidin, ocaq yanar, yadı qalar, közü düşər, odu qalar, eldən güclü mən nə deyim, igid ölər, adı qalar, igid ölər, adı qalar. Naçın taleyi isə ürəklərimizi kədərə bürüdü. Bu qürurdan nedəcə poemalar, şeirlər düzəldi. Bu kədərdən acı gözyaşları töküldü, qaydalar süzüldü. Vardı onun bu dünyada, axı bir ömür payı, niyə aldın bəsəlindən bu ömrü Riyon çayı? Sənə nə deyim Riyon çayı? Hələ nə bahardı, nə də ki yazdı, sularınla yürüb yolunu azdı, coşqun dalğaların bizə dert yazdı, kimin üçün salmışsan dəli harayı? Sənə nə deyim Riyon çayı? Söz deyili, şair Yeman Ağdamlı. Xeyr olsun, əziz həmyerlər, əziz mahruslu cəmaatı, bu gözəl balamızın sonuncu söylədiyi şeir, mərhum şairimiz Tamaşa Xəyalinin sənə nə deyim, Riyon çayı adlı poemasının bir parçadır. 1988-ci ildə Rahib Məmmədovun vəfatının həlak olmasının şəhidliyinin birinci il dönümünə biz həmin poemanı tamaşa hazırlayıb Ağdamda, Mahrızlı və digər kəndlərdə göstərmişdik
çok gözəl də alınmışdı qəhrəmanımızın qəhrəmanlığına dəyər. 59 il bundan əvvəl rahib anadan olanda yəqin ki, atasına, anasına göz aydınlığı verməyə gələnlər demişdilər ki, Allah başadan böyüsün, axalı analı böyüsün, elinə, obasına layıqlı oğul olsun. Bu 59 ilin rahib cəmi 3'te 1'in yaşadı. Amma o 3'te 1 ömrü elə yaşadı ki, nəinki elin obasına, bütün Azərbaycana qürur gətirdi, fəxarət mənbəyi oldu. Qonşu Gürcüstanda, Gürcüstan Respublikasında bir anda aşıb daşan Rion İçayı ilə mübarizə qalxdı və 28 adamın həyatını xilas elədi. Allah rəhmət eləsin. O vaxt Qırmızı Ulduz ordeni ilə SSR Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə tərtib olunmuşdu. O vaxt biz belə deyil, hələ bu hadisələr başlamamışdı, mitinglər də başlamamışdı. Şəhid sözü ilə işlədilmirdi. Və bugün ürəklə demək olar ki, Rahib Məmmədov şəhidliyin zirvəsində dayanır. Mən bayaq Samir müəllim çox gözəl, ibrətamiz, maarifləndirici söhbətlər elədi, başlara toxundu. Mən həmin məqama qayıdıb bir neçə şey əlavə eləmək istəyirəm. Mənim orta məktəb illərim 70-ci illər. Həmin illərdə Böyük Vətən Müharibəsi iştirakçılarının təxminən 50-55 bu arada idi və vaxtaşırı məktəblərdə həmin müharibə iştirakçıları ilə görüşlər keçirdilirdi. Onlar da Rusiya köylərindən başlamış, Polşa, Macaristan, Almaniya qədər gedən o döyüş yolundan danışırdılar, qəhrəmanlıqlarından, dostlarının qəhrəmanlıqlarından həlak olmuş, şəhid olmuş, dostlarının qəhrəmanlıqlarından danışırdı və həmin o maarifləndirici, o təbliğ edici söhbətlərin nəticəsi idi ki, əvvəlki Qarabağ müharibəsi başlayanda 88-in sonlarından mitinglərdən başlayaraq 65-i qədər könüllülük əsasında 10 minlərlə insan döyüşlərə atıldı, şəhid oldular, qarşı oldular, vətən sınırlarını qorumağa çalışdılar, lakin vahid komandanlıq olmadığından qabiliyyətlər uğradı, torpaqlarının işğal olundu və şükür olsun Allah'ın bugünkü günəki vahid komandanlığında Ali Başkomandanlığında düzgün siyasətlə idarə edən prezidentimiz var. Torpaqlarımız alınmış şəhidlərimizin canı baxasına, qazilərimizin canı baxasına və mən gençlərimizə, məktəblərimizə düzgün demək istəyirəm. Mən çox şeylər izah elədi, hər şeydə ətraflı toxunmuş. Oxumaq bugün Samir müəllim deyən kimi ki, sabah eləyərəm, sabah ayrı iş çaycavanı eləməli olarsan. Bu mümkün bu ilə atalar da sözdür, bunun işin sabaha qoyulur. Bugün Azərbaycanın minlərlə şəhidi var, tanımaq lazımdır, sevmək lazımdır. Vətən torpağına, toxumuna qədər qalışığına baxmasan, vətən olduğunu anlamazsan. Torpaqda izin olmalıdır. Torpaqda da topuğuna qədər baxmalıdır, çiynindən qeyri büyük baxmalıdır. Dərslərinizi yaxşı oturun, məktəblər vaxtlı vaxtında gəlir, müəllimlərinizin sözlərinə qulaq asın. Şəhidlər bizim qürurumuzdur, qürurlarımızdır, təxtimizdir, iman yerimizdir, güvən yerimizdir, an yerimizdir. Allah bir daha müharibə göstərməyir, bir də şəhidlərimiz olmasın. Mən həmişə dediyim bir də təkrirəm. Bu günə qədər olan şəhidlərimiz də olmaydı. Onlara deyək, cümlələrin hamısı Germanla deyildi. Bircə şəhid olaydı bu qədər. Uşaqlar, valideynsiz, analar, böyükülü, təvan gəlirlər, göz yaşlı qalmayın. Amma nə yazıq ki, Allahın yazdıqlarına tozu yoxdur. Bu günə kimi əgər savadlı olsa,
Allah Məhəmməd bütün şəhidlərimizə rəhmət eləsin. Mən sonda bir sami məlumat çatdırmaq istəyirəm. Mən çox arzu edirəm. Burada hər il mütəxir keçirilir. Hər bir məktəbdə, həmin məktəbdə oxuyan şəhidin və yaxud digərinin hər bir kəndimizdə qruplar var, mədəniyyət evləri var, kitabxanalar var. Bəlkə də fəaliyyəti çox aşağı səviyyədədir. Elə bu şəhidləri anım günləri keçirməklə o həmin müəssisələrin fəaliyyətini yüksəldək və gənclərimizə də örnək olsun. Çox sağ olun. Bu elimin, yurdumun qururusan sən rahim. Keçib gör neçə illər yenə gəlib keçəcək. Zamanı gələn Allah hamı bir-bir köçəcək. Ayrılıq bir şərabdır, hamı ondan içəcək. Göstərdiyin hünərdən millətimiz fəxr edir. Bu elimin, yurdumun qururusan sən rahim. Qorxmadın sən ölümdən, çəkinmədin bilərək. Qudurmuş sel boynuna girdin deyib gülərək. Ölməz bir ad qazandın bu döyüşə girərək. İgidliyə gedən yol bu yerdə səndən gəlir. Bu elimin, yurdumun qururusan sən rahim. Yaşadın 20 il çox yerdən gəlib adlar. Bakının mərkəzində rahib adlı küçə var. Neçə yerdə abidə, məktəbin, muzeyin var. Adil sənin adınla, hünərinlə fəxr edir. Bu elimin, yurdumun qururusan sən rahim. Neçə gürcünü xilas etdin ölümdən. Seçmədin yad milləti, öz doğma millətindən. Şəhadət bulağından su içərkən gözündən. Qazandın şərəfli ad, öz məğrur ölümündən. Rahim, sən bir ulduzsan, üfüqləri sönməyən. Öncələr nümunədir, göstərdiyin bu hünər. Sənin yolunu getdi, neçə igid şəhidlər. Vətənə xoşgül verdi, sənin kimi igidlər. Qorxu bilməz əməllə, oldun yol göstərər. Qəhrəman doğdun sən doğulanda, xalqın fəxr elə igid adınla. Rahib tək qəhrəman oğullarınla, ucalsın boy başı ey Azərbaycan. Rahib, bir ulduzsan hər an parlayan, bir tarix yazılsan unudulmayan. Adınla fəxr edən iki ölkə var, biri Gürcistan, biri Azərbaycan. 39 illik uzun bir zaman, keçib azlığı dəhşətli anda, adidir fəxr edib igid adında. Atan əskərliyə yollayıb səni, dedi ki, keşikdən sahib ol rahib. Unutma, vətən dərdi olma anadır, dayan qulluğunda ayıb ol rahib. Azəri milləti övladı qəhrəman, hörmətli olur, gözü pərəzava, cürətli olur, sən də çox cürətli oğuldur rahib. Amanlı əməli düz olan igid, ya qəhrəman olar, ya da şəhid. Göstərib çox böyük şücayətinə, hər iki adları qazandır rahib. Qismətli Çahalın övladı olmaq yazılmış qəhrəmanın adını yaşatmaq üçün Gürcü və Azər övladlarını rahib adı verildi. Ölməzlik adlı kitabın qəhrəmanına çevrildi. Xatirəsilə birləşdirmək üçün neçə küçələr onunla il adlandırıldı. Saladinidə və Mahmuzluda heykelə dönərək sıramızda dayandı. Gələcək nəsillərin nümunə oldu. Hər gün onun adı yüzlərlə şagirdin, həyat yoluna nur paylayan Saladini və Mahmuzlu kənd tam orta məktəbin adı ilə birlikdə səslənir. Mahrızlı kəndində göz açan oğlan, ana laylasıyla yatdın gecələr, dedin od yurdumun, od övladıyam, yurdunu sevənə haqdan güc gələr. Mahrızlı kəndində iz açan oğlan, bir dildən Qarabağ şəstəsi ilə köçünü aparan
Mən ilk olaraq burada əyləşən bütün şəhid ailələrdə, şəhid analarına, şəhid analarına, şəhid qardaşlarını salamlayıram. Allahdan bütün şəhidlərimizə rəhmətli deyirəm, Allah bütün hazırlarımıza şəfa versin deyirəm. Bugünkü bu tədbirin belə gözəl təşkili, bugünkü bu izdiham, bu məktəb, bu göstərilən bütün bu haqların hamısı zamanında, vaxtında Rahib Məmmədovun getdiyi o qəhrəmanın getdiyi yolu bugünkü nəticəsidir ki, bugün hamı hər şeyi gözü ilə gördükcə, o anları yaşadıkca bizcə hiss keçir qəlbindən ki, şəxsən mənim üçün hamısı, biz hamımız şəhidlərlə doğmamızlar. Amma birdən bir ünvan deyilən bir şey olmadı. Kimsə el orqanını neçə dəfə demişəm, söhbət əsnasında mən demişəm, ünvanını tanımayıb, amma bir anda deyib ki, Rahib Məmmədovun kəndi bir ünvanı adı ilə artıq görüb harada yayılır da gelir də, bu da bizim üçün böyük bir fərq dururdur. Yəni bizim millətimizin, bizim xalqımızın, bütün ata-anaların valideynlərinə verdiyi düzgün tərbiyənin nəticəsidir ki, o cümlədən məktəbdə keçilən müəllimlərin, müəllimələrin, şagirdlərinə verdikləri dərslərin tərbiyənin nəticəsidir ki, övladlar vətənsevər, vətənpərvər böyüyürlər və Rahib haqqında elə yazdığınız şeirlə istəyirəm, vaxtınızı çox almayayım, yəni igidlikdə hər millətdən baş olun. Yadlar sənə öz qolundan tək xoş oldu. Vaxtsız əcəl qəhl sənə tuş oldu. Hey köşdü bu dünyadan ayrı. 39 illik uzun bir zaman acı xatirə tək yaddaşda qalıb. Çağlayan bir çayın sən çaylarından gör neçə insanlar tutardı. Rahib, hərk yolub o günlər artıq yaddaşa. Adında igidlik tarixi qalır, yazılıb qayaya, yazılıb daşa, silinməz heç zaman bu tarix. Rahib, etdiyin igidlik, etdiyin hünər, hünər meydanında oldu ilk zəfər. Sən gedən yolları gedən şəhidlər, yurdun azad etdi əbədi Rahib. İgidlik olubdur içində niyə? Adın qəhrəman tək yaddaşda qalıb, etdiyin hünərlə qazanıb şöhrət, şəhid də göylərə ucaldın Rahib. Bir kublet bir şeir bilir ki, yaş sürülür, gözlərindən damla gilə-gilə. Səbəbini istəyirəm, açıqlayan hamı bilə. Bugün hamı ömür sürür, sevinc ilə, gülə-gülə. Bu sevincli, xoş günləri bizim üçün gətirənlər. Heyf torpaq altındadır, şəhiddirlər. Şəhiddirlər, Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah səndən razı olsun, çox sağ olun. Haqqında film izləyək. Gürcüstan əsrlər boyu müxtəlif sınaqlardan keçib. Nəticəsində Diyokun çayı öz məcrasından çıxdı və bütün kəndi su altında qoydu. Bəzi yerlərdə suyun yüksəkliyi hətta 3 metrə çatırdı. Bu hadisə 1987-ci il qışında fevral ayında baş verdi, su bastı. Çox pis vəziyyətdə qalmışdı. Hadisə şahidi, məktəbin direktoru Rana bunun üçün hazır deyildi. Əhali panikliyə düşmüşdü, xüsusilə yaşlılar və uşaqlar. Su hər şeyi məhv edirdi. Hər tərəfi. Hadisə şahidi Gürşən Cirşqayı. Bu əvvəldə insanlar şimdilər köşədir. Zəminə görə daxil ola bilmədilər. İnsanları xilas etmək üçün 2 nəfərlər oldu. 19 yaşlı xilaskar bir dəqiqə belə düşünmədən ilə 28 ailənin üzvlərini xilas etdi. Kənd sakinlərinin həyatının son dəqiqəsinə qədər xilas etməsi əfsanə kimi dillərdə gəzirdi.
O hər bir insanı xilas etməyə hazırdır ki, insanlar suyun təyin olunduğu və həyatı üçün təhlükə yatılan biləcək həmin ərazi. Lakin ailənin içindəki o böyük insan sevgisi ona nail oldu və öz yoluna. Mən 1987-ci ildə daşqın olan ki, dünyaya gəlmişəm Azərbaycanlı. Azərbaycan Qəhrəmanlar Ordusunun layiqli əsgəri Raif Məmmədovun xatirə gündür. 39 ildir ki, xilas etdiyi insanlar hər birinin yeni ömründə yaşayan Raif əməli unudulmazdır. İllər ötəcək, Raifdən kiçiklər, hələ bundan sonra dünyaya gələnlər onu yaşadacaqlar. Bu rahib ömrüdür. Əbədiyyətə qavuşmuş, öz ölümü ilə ölünməzlik qazanmış rahib ömrü. Azğın sular, qan dedin, dişlərini qıcayaraq, rahibimə dayan dedin, Babəkimin gənc nəvəsi, dişlərini qırdı keçdi, dalğaları yardı keçdi, sürdülər atları sağa sola, qılıncını çala-çala, 28 nəfəri, qan əlindən aldı sənin, əcəl aldı, itilənmiş caynağından saldı səni, kükrədinmi, köpürdünmü, köpükləndin, aşdın, daşdın, yol izini tanımadın, yalqızlıq təkli qızlaşdın, çəkilmədin bir an geri, gənc qəhrəman bu döyüşdən, zəhərlənmiş nizə kimi, yaralanmış gürzə kimi, qətl onu çaldınmı sən, namərd sular, azğın sular, qönçə gül arzular, ürəkdə mi yandı qaldı, bəli, bu da bir misaldır, elə bilmə öldü rahib, genç yaşında əsrəsi, zaman qocaldı, zirvələrə ucaldı, bir ömrün əvəzinə 28 ömrü, fəlakətdən aldı rahib, milyonların ürəyində, əbədilik qaldı rahib. Sırf üçün söz verdi Raif Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədova. Raif Məmmədov'a mahsus Döyüş Şöhrəti Muzeyinin həm kollektiv adından, həm Raif Məmmədov ailesi adından hər birisi salamlayıram və hər birimizə öz qəhrəman minnətdarlıq bildirirəm ki, Raif Məmmədovun anı günü münasibətilə keçirilən bu tədbirə gəldiniz, iştirak edədiniz. Mən ilk öncə şəhid ailələrinin qarşısında baş əyirəm. Veteranlarımızın, qazilərimizin qarşısında baş əyirəm ki, bu günlər bizim yanımızdasınız, bizlərlə yanaşsınız. Mən Raif Məmmədovun Mağazı Kənd Orta Məktəbinin direktoru Könül xanıma və kollektiv və şahidlər özlərinin minnətdarlıq bildirirəm ki, bugünkü tədbirdə çox gözəl iştirak edədiniz, tədbiri gözəl hazırladınız və nəzərinizə çatdırım ki, bu günləri bizim Ağdam Hərbi Komissarlığının nümayəndəsi bizim burada iştirak edirik. Şəhid ailələrlə işbirliyinin sədri Samir müəllim buradadır və Raif Məmmədovun həm sinif yoldaşı, tələbə yoldaşı deyək, Amir burada iştirak edir, həm birinci Qarabağ müharibəsi qazisidir və Salih Həkim burada iştirak edir, Ağustan qardaşımız və onun qardaşı oğlu Şəhriyar qardaşımız 44 Vətən müharibəsində iştirak edir. Bizim bu günlər şəhid arkadaşlar ki, mədəniyyət elinin kollektivi burada iştirak edir. Qeysər Yıladına Şoğlan Kənd Mədəniyyət Elinin və Zahir Mahmud'un Zəngişar Kənd Mədəniyyət Elinin kollektivi ilə yanaşı Zəngişar, Qaradağlı bu günlərin gözəl iştirakçılarıdır, şiirlərinizlə, tədbir iştirakçılarına yeni ruh verilmesi və bizim dəyərli şairimiz German qardaş, burada uzun illər biz German qardaşımız haqqında çox eşitmişdik, çünki xaricdə kənarda yaşayırdı, artıq bu torpaqlarımız azad olandan sonra hər an buradadır, hər an torpaqlarımızda yeni qaydan Ağdamımızda görünüyor, onu da salamlayırıq və siz bu günləri məktəb olaraq, şagird olaraq, bu günün şagirdi, gələcəyi gəncə olaraq siz bu günləri, bu görüş sizin dünya görüşünüzdə sizin böyük rol oynamalıdır. Bu artıq siz bu günləri burada həm şəhid ailələrlə, həm qazilərlə, həm veteranlarla, həm hərbi komissarlığın nümayəndələrlə, həm dəyərli şairlərinizlə, nəqliyyatın qardaşınız bilirsiniz ki, kəndimizin Raif haqqında bu günə qədər onlarla şiir yazdı. Bu günlərin tədbirdə əsasən şiirləri. Hər birinizə dərin minnətdarlıq bildirirəm. Bayaq baxdığınız kino 2023-cü ildə film Gürcüstan Respublikasında çəkilmişdi və mənim özüm də həmən filmin təqdimatında Gürcüstan Respublikasına dəvət elədilər, getdim,
həmin o dəvətdə həmin filmi çəkildiyi, senaryo çəkilişində iştirak elədik. Və nəzərinizə çatdırım ki, həmin filmdə Rahib Məmmədovun 28 yox, orada gördüyünüz kimi hərbi hissə tərəfindən göndərilmiş bir nəfər orada deyir ki, məni göndərdilər hərbi hissədən, mən Rahib Məmmədovun xilas etdiyi insanların 28 ailədən gedir. Rahib Məmmədovun o dövrdə bildiyiniz kimi, orada hərbi hissənin komandiri erməni olduğu üçün Rahib Məmmədovun insanları xilas etdiyi insanların sayını kiçiltmişdilər, 28 eləmişlər, ancaq illər keçəndən 36 ildən sonra artıq onun haqqında çəkilmiş filmdə Rahib Məmmədovun 28 ailənin etdiyi xilasları göstərilir. Və həmən filmdə bir şeyi nəzərinizə çatdırım ki, orada David Volkovac var, həmən rahibin büstün inşa edən, büstün düzəldən həmən o heykəltaraş, Gürcü heykəltaraşıdır. Və nəzərinizə çatdırım ki, həmən büstün orada zakaz verilir, o düzələndə orada Neft Koverti terminalının maliyyə dəstəyi ilə düzəlir, o Azərbaycan terminalı. Və orada həmən heykəltaraş axtarılıb, Batum şəhərindən tapılıb ki, belə bir heykəltaraş var. Və həmən ona müraciət olunanda ki, bir nəfər büst düzəldəsə, ölçüsü bu olacaq, belə olacaq. Qiyməti orada $12.000 deyib, hardasa bizim pullar 18.000, 16.000 dəyərində olan bir rəqəmdir. Və o insan deyib ki, bu büst kimin olacaq, onun haqqında məlumat verir. Orada bir nəfər deyir ki, bəs Rahib Məmmədov, Gürcistan Respublikası dəyəndə tutur əlindən bir dəqiqə. Onu aparıb öz emalatxanasına və emalatxanada yuxarıda qəzetlərdə vurulmuş rahibin şəklini göstərir. Deyir, bu qəhrəmanlığını deyirlər. Deyir ki, bu Allahın üzünü tutur əlini göyə. Deyir ki, bu Allahın mənə verdiyi böyük bir lütfüdür. Allahın mənə lütfüdür ki, yaşının bu vaxtında Allah bunu mənə yedir ki, mən bunun bir büstün və vaxt olub deyib onun ailəsinə də məktub yazmışam. Və bu günlərində deyir ki, onu yüksək seviyədə həmən büstün düzəldəcəm və bir qəmisiz. Və ümumiyyətlə o həmən dəyərlə puldan imtina edir və Rahib Məmmədov həmən büstün yenidən inşa edib, yenidən düzəldir, özü ən qiymətli materialdır. Və Gürcistanın Çağadeli kəndində, Qəhrəmanlar meydanında həmən büstü qoyulur və nəzərinizə çatdırım ki, 2 fevralda Gürcistan Respublikasında gənclərdən ibarət, mən özüm onu Facebook səhifələrində, müəyyən səhifələrdə paylaşdım və orada Hobby Info deyilən internet saytı var ki, həmin saytda da geniş paylaşıldı və Rahib Məmmədovun həmən büstü önünə Gürcistan gəncləri gül qoyaraq öz qəhrəmanı, öz minnətlərdən bir daha bildirdilər. Və tədbirdə iştirak elədiyiniz üçün hər birinizə özlərim minnətləri bildirən Rahib Məmmədov ailəsi adından çox sağ olun. Allah canınızı sağ eləsin ki, adınız və bir xahişim var ki, Rahib Məmmədovun muzeyində çay insan süfrəsi hazırlanır ki, o tək rahibin yox, bütün şəhidlərimizin xatirəsinə verilən bir insan çay süfrəsidir və o çay süfrəsində iştirak edir. Çox sağ olun, minnətlər. Müharibəsində olan igid qəhrəman qardaşlarımızın hamısının burada eksponatları var ki, onlarla həm tanış olmağa, həm də elə buranı ziyarət eləməyə gəliblər. Hər birinizə təşəkkür edirik. Allah canınızı sağ eləsin. Gömərəm, buyur, 1-ci Qarabağ müharibəsinin döyüşçüsü və o cümlədən 1-ci Qarabağ müharibəsində qardaşın şəhid verən, 2-ci Qarabağ müharibəsində də övladın şəhid verən bizim qazi atamız. Buyur. Mən də Rahib qardaşımıza Allah'tan rəhmət eləyirəm. Rahib qardaşımız, mənim bir sözüm var, o sözü mən özüm elə bir icad eləmişəm, da o sözü. Sahib qardaşımız Azərbaycan xalqının güzgüsüdür. Sahib qardaşımız bizi Qarabağ müharibəsindən qabaq Azərbaycan xalqının, oğlanlarının, igidlərin nə qadir olduğunu başqa bir dövlətdə, başqa bir millətin içində bütün post-sovet məkanında, yəni 15 respublika, yəni neçə də avtonom oblast var, onu da deyirəm, yəni. Azərbaycan xalqının, igidlərinin, oğlanlarının, kişisinin necə bir qeyrətli, bir igid, bir cəngavər kişi olduğunu sübut edib. Bütün post-sovet məkanında, respublikalarında, güclü xalqın içində. Yəni o tək başına 28 qadının uşağı seldən, boğulmaqdan, ölümdən xilas edib. Mən sahib qardaşıma, onun sahib qardaşıma, onun ailəsinə
yəni bacısına, qardaşına, sahibsevərlərin hamısına səbr diləyirəm. Allah qardaşımıza rəhmət eyləsin. Mən çox sevinirəm ki, bizim belə bir igid qardaşımız olub. Bir də Sahib müəllim bizim çox həmişə bizə hörmət edən bir insandır. Şəhid Əmənin yanında olan bir insandır. Bizim evladlarımızın əşkərlarını gətirib muzeyinə qoşdu. Onları yaşadır, onları təbliğ edir, onları bütün Ağdama, Azərbaycan Respublikasına tanıdır. Bu təbliğat özü də lazımdır. Bu kişi həm də vətənpərvərliyi yayır. Vətənpərvərliyi yayır. Kim danışmaq istəyir, özü desin. Mirrəhimin atası, şəhid Mirrəhimin atası. Allah Rahim qardaşımıza rəhmət eləsin. Şəhid Məhəmməd Əlizadə, Məhəmməd Əlinin atası. Aslen buyurdu. Allah Rahim qardaşımıza qəni-qəni rəhmət eləsin. Onun şəhid olduğu gün heç vaxt mənim yadımdan düşmez. Bugünkü gün kimi yadımdadır. Onun necə qəhrəmanlar eləyib, öz şirin canına qəsd eləyib, Gürcü xalqının nümayəndələrin sel sularla xilas elədiyi bugünkü kimi yadımdadır. Sahib müəllimə də Allahdan səbir diləyirəm, onun ailəsinə də Allah onları həmişə sağlam etsin. Həmişə də bu Rahib qardaşımızın davamçısı kimi yad eləsin. Allah canınızı sağ eləsin. Bugün bizim burada bir qardaşımız da iştirak edir ki, hansı ki bizim şəhidlərimizdən ən gənci olan İstizadə Elvinin atası. Onu da qeyd edeyim ki, İstizadə Elvinin dayısı da 1-ci Qarabağ müharibəsində şəhid olubdur. Onun da bugün burada eksponatları var, şəkilləri var və bu günlərim onun atası da burada iştirak edir. Mən həmişə deyirəm, bizim şəhidlərimizin hamısının ataları 1-ci Qarabağ müharibəsinin igid qəhrəmanlarıdır. Və elə qəhrəmanlığı da öz atalarından götürürlər. Buyur, Azim. Allah Rahib qardaşımızın məqamını ucalısın, o cümlədən bütün şəhidlərimizin məqamını desin. Allah hamısını. Sağ ol. Bizim burada bütün şəhidlərimizin hamısının eksponatları var. Onu da qeyd edeyim ki, bu muzey özü balaca olmağına baxmayaraq, burada böyük bir kollektiv də iştirak edir ki, böyük ürəkli bir kollektiv iştirak edir ki, o eksponatları bizim rayonumuza gələn qonaqlar, turistlər olur, onları hamısı gəlib bura, bizim gələcək nəslin nümayəndələrinə də o eksponatlardan məlumatlar verirlər. Və bu günlərin burada bizim minamyotçu Rövşən qardaşımızın atası da iştirak edir, şəhidimiz. Buyur, Mehtər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin, Allah ordumuzu qorusun. Allah Ali Başbakan komandanımızı dəmiri yumruğun ətrafında bütün Azərbaycan xalqımızı həmişə bir eləsin, var eləsin. Çox sağ olun. Gündən bu müzeyə gəlməkdə səbəbimizdə bugün şəhidimizin dönümüdür, ona görə də sahiblərində başsağlığı vermək gəlmişik. Onun həmişə yanındayıq, yanında da olacaq. Sağ olun, təşəkkür ederim. Və bugün burada bizim bir qəhrəmanımız da var ki, 1-ci Qarabağ müharibəsində özü igidlik, qəhrəmanlıq göstərib. 2-ci Qarabağ müharibəsindən sonra bizim müəllimimiz gənc nəsli vətənpərvər ruhda böyüdü və onu da qeyd edeyim ki, bu yaxınlarda bizim idmançılarımız Türkiyəyə yola düşdülər. 11 idmançımız orada 9 qızıl medal və 2 gümüş medal aldılar. Və özü başda olmaqla bütün o apardığı idmançılarımız hamısı qəhrəman kimi qayıtdılar. Mən indi Kənan müəllimi salamlayıram, can sağlığı arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Allah Rahib qardaşınıza rəhmət eləsin. Mən deyərdim ki, o Azərbaycanın ilk qəhrəmanlarıdır. Bəli. Həqiqətən biz
orta məktəbdə oxuyanda bu hadisələr baş vermişdi. İnanın ki, elə birinci qəhrəman oldu. Belə ilk milli qəhrəmanımız bizim Rahim Məmmədovdur. Allah rəhmət eləsin ona. Çox sağ olun. Siz də çox sağ olun. Elə həmişə belə deyək, bu şəhid ailələrinin, belə deyək, veteranların, qazilərin yanındasınız. Təşəkkür edirəm. Hamımızın mən deyərdim ki, Ağdamda ən çox belə deyək, əziyyət olan insanların bir də sizsiniz. Allah can sağlığı versin ki, həqiqətən sağ olun, var olun. Təşəkkür edirəm. Yəni əlinizdə nə gəlməyəliyirsiniz. Çox Allah köməyiniz olsun. Allah sizə can sağlığı versin. O qələbələrinizi, mən onu da qeyd edeyim ki, bunlar həmişə yarışa getməmişdən öncə gedirlər. Xanı Əminin qəbrini ziyarət edirlər, Şəhidlər Xiyabanını ziyarət edirlər. O cümlədən bizim istər birinci, istər ikinci Qarabağ müharibəsində olan Şəhidlər Xiyabanını ziyarət edirlər. Orada onlardan halallıq alıb gedirlər yarışa. Və ona görə də onlar hamısı qalibiyyətlə qalib gəlirlər. Allah sizləri qorusun, Allah canınızı sağ eləsin. Siz də bizim fəxrimizsiniz, hər biriniz Allah haqqı. Bəli, bizim antiterror şəhidimiz Elmin qardaşımızın qardaşı bu günlərin iştirak edir burada. Mən ona da söz verəcəm. Buyur. Vakfən, buyur. Dadaşov Orxanın atası. Səxavətimizin atası. Siz də birinci Qarabağ müharibəsində həkim kimi fəaliyyət göstərmişsiniz. Allah sizə dəyməsin, Allah canınızı sağ eləsin. Yəni sizin danışmağa haqqınız var, həmişə. Yəni belə biraz çəkinirsiniz, Allah sizləri var eləsin. Siz bizim həmişə qürur yerimizsiniz. Biz sizə həmişə dəyər verib, həmişə də baş tacımız olasın deyirik. Umay xanım, sizə də təşəkkür edirəm. Allah sizə də dəyməsin. Həmişə bu 44 günlük müharibədən öncə də siz müxbir işləyən vaxtından siz hərbi hissələrə öz köməkliyinizi həmişə eləmişsiniz və bu gün də davam edir. Mən istərdim siz də bir danışasınız, həm bir tələbə kimi, həm də bir şəhid anası kimi. Təşəkkür edirəm. Biz müharibənin içində 88-ci ildən ilk şəhidlərimiz Əli ilə Bəxtiyarı biz verənlər Qarabağ uğrunda ondan başlamışıq. Ümumilikdə Azərbaycan var olsun deyə, Azərbaycan bayrağı dalğalansın deyə, Azərbaycan xalqı, cəmaatı, gəncləri, körpələri sülh altında firavan yaşasın deyə canını vətən uğrunda qoyan, canını, əzasını vətən uğrunda qoyanların hər birinin qarşısına baş əyirik. Onların xatirəsini yaşatmaq bizim hamımızın borcudur. Eləcə də Sahib Məmmədov, Allah razı olsun, ondan Rahim Məmmədovun qardaşı bu boyda bir muzey yaradılıb. Əlbəttə dövlətimiz tərəfindən, inşallah da inşasına, bərpasına köməklik olar dövlət tərəfindən. Bizim çalışdığımız da elə odur. Və Ağdamda da gözəl bir muzey tikilər yəqin ki, işğaldan azad olmuş ərazilərimiz olaraq, şəhər olaraq böyük bir muzeyimiz olar. Çörək muzeyimiz var idi onsuz da. Yəqin ki, inşallah Cənab Prezident onun bərpası ilə bağlı bir qərar verər, daha böyük. Çünki şəhidlərimiz olduğuna görə daha böyük bir muzeyin tikiləcəyinə əminəm. Və bu belə bir saxlanan eksponatların da bir hissəsi inşallah mən ümidvaram ki, şəhid ailələrindən yığıb orada aparacam. Bilirsiniz ki, kitab vardı bu tarix muzeyində olan, onun davamını da inşallah ora mənə tapşırırlar. Allah qoysa, nəzərimizdədir. Allah sahib müəllimin canı sağ eləsin. Bu əməkdaşların hər birinin, burada əziyyət çəkən, gəlib bax bu eksponatların hər birinin öz canı kimi qoruyan, onların tozunu silən, bax bu əməkdaşların hər birindən Allah razı olsun. Allah var eləsin onları ki, biz də inşallah onlara köməyimizi necə edək? Gəlib burada çəkiliş eləməklə, buranı xatırlatmaqla, insanların yaddaşına salmaqla, yaddaşı təkrar biliyin anasıdır deyir. Ona görə də təkrarlamaq lazımdır bizə, hamımıza lazımdır. Var olsunlar hər biri və bura eksponat gətirənlər də ürəyi sakit olsun ki, əmin əllərdədir bu eksponatlar. Qorunur öz əziyyətləri bahasına. Təşəkkür edirəm. Allah Rahim Məmmədova da rəhmət eləsin. Allah bizə rəhmət eləsin. Allah bizi onların şəfayətinə yüksəlsin inşallah. Bütün şəhidlərimizin. Sağ olun, təşəkkür edirik. Bizim burada şəhid anamız, hamısı buradadır. Bizim Gövşənimizin anası buradadır. Səxavətimizin anası buradadır. Fəridimizin anası buradadır. Mirrəhimin anası buradadır. Sərvanın anası buradadır. Buyurun, söz danışmaq istəyirsinizsə, söz sizdə. Buyurun.
Allah rəhmət eləsin. Rahib müəllimə də çox sağ ol deyirik ki, belə hər il keçirir bu ildə. Allah rəhmət eləsin bütün şəhidlərə. Rahib müəllimə də Allah can sağlığı versin. Belə bizi qoruyub, saxlayır. Bizim balalarımız da buradadır. İnşallah bundan da yaxşısı olar. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Rahib Məmmədovun ruhu da onların içində şad olsun. Şəhidlərimiz tək Azərbaycanda yox, bütün dünyada öz şirin canlarından keçib Azərbaycanımıza təmsil ediblər. Onlardan biri də Rahib Məmmədovdur. Allah ruhunu şad eləsin.